Bu İranın molla rejimi artıq başını itirib. Türkiyə və Azərbaycana doğru atəş açır. Vaxtilə Xətaiyə, Nadir Şaha, Qacara da belə xəyanət eləmişdilər. Elə içimizdə Səməd Vurğun kimlər Qacarı aşağılamaq kimi ideyaya qoşulmuşdular. Halbuki Qacariyə də Səfəvilər kimi Türk İslam dövləti idi. İndiki İran da daxil. Səfərəli bəylər Qacarı arxadan zərbə endirəndə bu sapı özümüzdən olan baltaya Qacar ey xune xərab, İran ra viran kərdi demişdi. Yəni ey qanı xarab, İranı viran qoydun. Bu indi də rejim tərəfdarlarının əli ilə mollalar tərəfindən davam etdirilir. Dini bir, dili bir İran, dini və dili bir Türkiyəni və Azərbaycanı bombalamaq ərəfəsindədir. Halbuki hər iki dövlətin liderləri açıq şəkildə İrana hücumu və Xamneyinin ölümünü pisləyirlər. Amerika kimi, nəhəng və Trump kimi biqeyrət və dəliyə qarşı açıq etiraz edirlər. Batan gəmini xatırladan İran isə bizi də hədəfə alıb dəryanın dibinə sürükləyir. Gəmisi də kapitansız qalıb. Bu ölkə silahı ilə yanaşı ağlını da itirmək ərəfəsindədir. İranı yalnız Türk dünyası xilas edə bilər.